4-ə baxaq. Çoxaltma dərəcəsində olan sifətin işləndiyi nümunəni müəyyən edin. Nihat tünd çayı çox xoşlayır. İndi burada tünd çay var ha. Bu çoxaltma dərəcəsidir ki. Xeyr, çünki çay isimdir. Çay isimdir. Gərək bu o morfoloji xüsusiyyətlər, rəng barəsində olsaydı, sifət olsaydı orada onu da götürə bilərdik. Sifət olsaydı. Məsələn, tünd qırmızı. Sonra B. O lap yaxşı danışır. Bax indiki yaxşı, lap yaxşı. Yaxşı söz var ha. Zərfdir yoxsa sifətdir? Bax oradakı yaxşı. Zərfdir. Zərf. İndi o lap əslində lap ədatı əslində çoxaltma dərəcəsi yaradır. Sadəcə olaraq axı bu yaxşı zərfdir. Bunun nəyini çoxaldıq? Bu sifət deyil axı. Desəydi lap yaxşı oğlandı, hə onda deyərdi çoxaltmadır. Bu da belə getdi. Sonra keçdi C-yə. Bumbuz sular diş göynədirdi. Bunu neçə dəfə demişik? Bumbuz hansı dərəcədədir? Bumbuz. Bumbuz. A dərəcəsində bu demişdik ki, nə idi? İsim idi. Sonra D. Ali və Nino filmi olduqca maraqlıdır idi. Burada sifətimiz hansıdır? C var orada. Sifətimiz hansıdır? Sifətimiz maraqlı. Maraqlı idi. Maraqlının da qarşısında nə var? Dərəcə var. Olduqca. Çoxaltma dərəcəsində var da olduqca sözü. Ona görə D variantı. Nə variantı. olacaqdı? Bəs eyni niyə götürmürük? Şirin danışırdı. Çünki şirin orada zərfdir. Çünki qarşı Həm də heç onun əlamət də yoxdur qabağında. Həm də şirin sözü ümumiyyətlə zərfdir də.